Tehranla İrəvanın Bakıya qarşı qaz planı, İrəvan və Aşqabat Türkmən qazını İran vasitəsilə Ermənistana ötürülməsi üzərində danışıqlar aparır. Paşinyanın müşaviri Artaşes bununla bağlı müəyyən detalları açıqlayıb. Türkmənistan qazının Ermənistana swap sxemi üzrə çatdırılması müzakirə edilir, lakin tərəflər qiymət məsələsində razılaşma əldə edə bilmir. Ermənistan Türkmən qazını hələ 2017-ci ildə Sarkisyanın hakimiyyəti dövründə almaq istəyirdi, ancaq bu indiyə qədər də İranla tranzit haqqı ya da qazın qiyməti məsələsində reallaşmayıb. Paşinyan hakimiyyəti məsələnin qısa müddətdə həll üçün təmaslarını intensivləşdirir və Ermənistan rəsmilərinin açıqlamasına görə İranla tranzit məsələsi artıq həll edilib. İndiki qiymət müzakirə mövzusudur, ancaq bu Azərbaycan üçün mənfi perspektivləri də ortaya çıxara bilər. Birincisi, İrəvan qaz təchizatını şaxələndirməsidir. Müharibədən sonra Azərbaycanın Ermənistana qaz satması məsələsi aktuallaşıb və bu Bakıya həm də strateji üstünlük qazandıra biləcəyi amildir. Ermənistan təchizat zəncirinin genişləndirməsi perspektivində üstünlük əldə etmək imkanlarımızı zəiflədir. İkincisi, Ermənistanın məhz Türkmənistan qazına göz dikməsidir ki, 2021-ci ildə Türkmən qazının İran tranziti ilə alınması üzərində razılıq əldə etsə də, 2024-cü ildə qiymət məsələsində anlaşılmazlıq yaranıb. Ermənistan Türkmənistan üçün yeni bazar rolunu oynaya bilər və bu Bakını təkcə İrəvan üzərində mümkün qaz rıçağı əldə etmək perspektivini zəiflətmir, həm də regionda erməni alternativi ilə də üz-üzə qoya bilər. Üçüncüsü və ən riskli məqam Ermənistanın Türkmən qazının Avropa bazarına çıxışında mümkün tranzitə çevrilməsidir və bununla bağlı Ermənistan tərəfi bildirir ki, Türkmən qazının bu vasitə ilə Gürcüstana ixracı da müzakirə edilir. Tiflis müsbət cavab verib. İdeya reallaşarsa Türkmən qazının Qaradəniz ölkələrinə də ixracı mümkün olacaq.